demək nə edirik? Mim hərfini demək ağız yumulur və mim hərfi buna deyirlər şəfəvi, dodaq hərfi olduğuna görə ağız yumulur və aşkara çıxarılır. Oxuyuruq. İzə zulzilətil ərdu zilzələhə. Ayəni oxuduqda, demək, burada nələrə fikir vermək lazımdır? Xüsusi texnikalar var ki, burada izə, məlumdur ki, bu pəltək hərfdir. İzə, zul, burada ləm hərfinə xüsusi fikir vermək lazımdır. Ləm hərfini yumuşaq, incə şəkildə demək lazımdır. Zul yox, zul, zilətil. Gördünüz mü? Burada ləmləri necə demək lazımdır? İncə demək lazımdır. Sonra ərduda ra hərfini nə edirik? Qalın şəkildə deyirik. Dad hərfinin məxrəcini dil iki dişin arasına girərək dad hərfinin məxrəcini izhar etməliyik. Bir də oxuyuram. İzə zulzilətil ərdu. İzə zulzilətil ərdu zilzələhə. Burada zilzələhə gəlincə, yenə də ləm hərfini incə deyirik, yumuşaq deyirik. Əgər zil desək, onda artıq Quranın şirinliyi olmayacaq, oxunuşların, qiraətlərin şirinliyi olmayacaq. Ona görə bu texnikalara fikir vermək lazımdır. Bu texnikalara fikir vermək lazımdır. Ləmi yumuşaq şəkildə, incə şəkildə çıxartmalıyıq. Sonra Z hərfinin üstündə məd var, iki səs qədər qaldır.